Şəkidə 30 ildən çoxdur davam edən bir ənənə var. Mən də 2 gün əvvəl öyrənmişəm bunu. Bura Şəki Dövlət Dram Teatrıdır. Ölkədə 4-5 dənə dram teatrı var, biri budur. Dostumuz Yaqub teatrda aktyor karyerasına başlayıb, ilk böyük səhnə təcrübəsi idi. Bizi dəvət eləmişdi, gəldik bura. İndi oyun gedir, uşaqlardan ötürü olan oyundur. Tətillə, Novruzla bağlı olaraq da. Kosa ilə Keçəl düşdülər aşağı. Uşaqlar dedilər ki, kim şeir demək istəyirsə gəlsin. Uşaqlar yığışdılar, sonra rəqs elədilər, oynadılar. Qayıtmışıq studiya, Orxana deyirəm ki, yəni başa düşmədim də biz ora uşaq şənliyinə getmişik, yoxsa teatrdır. Deyir ki, mən də o vaxt şeir demişəm orada. Bu Şəkidə ənənə imiş. İnsanlar belə bir yeni ildə, bir də Novruzda gedirlər uşaqları ilə bir yerdə. Tamaşa başlayanda Kosa ilə Keçəl ya da yeni ildə hansı əsas obrazdasa, o uşaqları çağırır. Uşaqlar çıxırlar ora, şeir deyənlər olur. Sonra deyir ki, adın nədir? Fərid. Bir dənə şeir deyir, balaca uşaqlar. Sonra orada mahnı qoyurlar, rəqs eləyirlər. Bu ənənə var deyə bütün teatr tamaşalarda bunu uyğunlaşdırılır ki, ilk 15 ya da 20 dəqiqə bununla keçəcək. Uşaqlar şeir deyəcək, çünki həmin dövrdə ailələr gələndə onu bilinci ilə gedirlər ora. Bunun maraqlı tərəfi nədir? Şəkilləri bu son dərəcə sadə gəlir. Hə də biz də eləmişik deyirlər. Mən ilk dəfə teatra 19 yaşımda getmişəm. Bakalavrda 2-ci kursda oxuyanda qardaşım aparmışdı. Və girdim içəri, çox sıxıcı, diskomfort bir yer idi. Hələ də mənim üçün teatrlar biraz elədir. Amma təsəvvür elə ki, 5-6 yaşında bir uşaq teatra gəlir, tamaşaya baxır, içəridə oynayır, şeir deyir, qaçır o yana bu yana. Teatr onun üçün müsbət bir hava yaradır. Bu ənənə ilə böyümüş bir uşaqla mənim aramda əlbəttə ki, fərq olacaq. Digər tərəfdən 300 nəfərdən çox auditoriya var. Onun qabağında şeir deyir, mikrofonu götürür, ünsiyyət qurur, oynayır. Bu uşağın cəmiyyətdə ünsiyyət qurmaq bacarığı ilə mənki əlbəttə ki, fərqlənir. Mən 30-dan sonra, Şəkiyə gələndən sonra öyrənməyə başlayıram. Əvvəllər Şəkidə olanlar daha tez öyrənirlər. Tamaşa uşaqlardan ötürü nəzərdə tutulmuşdu. Biz baxdıq, belə maraqlı idi. Bir-iki dənə kiçik detal var idi ki, məsələn, bir reklam eləyirdilər, mağazanın reklamını. Mən məsələn onu görmək istəməzdim o qədər uzun müddət. Hər kəsin əllərinə sağlıq və Yaqubu da itirdik. Yəni İncəsənət qurban tələb edir. Burada qurban biz olduq. Yaqub normalda bizim videolara kömək eləyirdi. Artıq teatr karyerasına başladığına görə yük özümüzə düşür. Daha doğrusu sənə düşür Orxan. Şəkidə mənim 8-ci ilimdir. Bax, hələ də yeni şeylər öyrənməyə davam eləyirəm. Belə maraqlı detallar olduqca da paylaşacağıq.